Qərbi Azərbaycan icmasının Quba rayon nümayəndəliyinin, Dədə Ələsgər Ocağı İctimai Birliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə hazırlanmış Dədə Ələsgər poeziyasında məkan və yaddaş Göyçə konteksti Quba müstəvisində adlı tədbirimizdə salamlayırıq. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bu dərdəli seçimlərini yazmışdır. Ardınca Azərbaycan Dövlət Lisesini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Profesör Yusif Aliyevin və tanınmış şair Ramiz Qısaçayının təşəbbüsü ilə hazırlanmışdır. Mətni səsləndirib pedaqoq üzrə fəlsəfə doktoru Aysel Şeydayeva video çarxı hazırladı. Filialın şöbə müdürü Hikmət Musayev. İl bilir ki sən mənimsən, yurdum, yuvam, məskənimsən. Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Sənin hər daşın bir tarix, hər qarışın bir əfsanədir. Torpağın başdan başa gözəllikdir. Göyçə də bu gözəlliyin aynasıdır. Göyçənin hər qarışı bir saz havasıdır. Çünki Göyçə təkcə bir mahal deyil, yurt həsrətinin, el yaddaşının adıdır. Azərbaycanın ürəyindən qopan ən kövrək nəğmələrdən biridir. Bəli, bugün ölkə rəhbərliyi səviyyəsində adım Ələsgərdir Göyçə, mahalım deyən Ustad Aşıq Ələsgərin 205 illik yubileyi qeyd edilir. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindəndir. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir. Dodaq dəyməzlərində hikmət, təclislərində zəriflik, yəraylarında vətən nəfəsi var. O aşıq sənətini elə bir zirvəyə qaldırdı ki, ondan sonra gələn sənətkarlar həmişə o zirvəyə boylanaraq saz çaldılar. Deyirlər, özü də sazı kimi vüqarlı idi, uca boy, enli kürək, nurani çöhrəli, qara gözlərində qəribə bir hikmət. Sazı sol əli ilə sinəsinə sıxar, məlahətlə oxuyarmış. Ələsgər söyləyər söz müxtəsərin, ağlı kamil ola kamalı dərin, eşidənlər deyər, əhsən, afərin, əgər məclisində 100 qanan ola.
Ustad Aşıq Ələsgər 1926-cı ilin mart ayında doğulduğu Ağkilsə kəndində dünyasını dəyişir. Lakin böyük sənətkarlar ölmürlər. Onlar xalqın yaddaşında yaşayırlar. Bugün Dədə Ələsgər Ocağı İctimai Birliyi ustadın irsini yaşatmaq üçün böyük xidmətlər göstərir. Aşıq Ələsgərin nəticəsi, yadigarı, dəyərli ziyalımız Xətai Ələsgərinin gördüyü işlər təkcə bir ocağın deyil, bir millətin mənəvi borcunun təcəssümüdür. Böyük Azərbaycan aşığı Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən Aşıq Ələsgər 200 xatirə yubileyi medalı təsis edilir. Bu təltif aşıq sənətinin inkişafında və ustadın irsinin təbliğində xidməti olan şəxslərə və ziyalılara təqdim edilir. Sevindirici haldır ki, tanınmış şairimiz Ramiz Qusarçaylı da bu siyahıda yer alır. Bugün Göyçədən süzülüb gələn misraların Qubada səslənməsi, vətən birliyinin, vətən həmrəyliyinin ən gözəl nümunəsidir. Çünki bizi birləşdirən təkcə torpaq deyil, ortaq yaddaş, ortaq niskil və ortaq ümiddir. Biz inanırıq ki, bu birlik bizi tezliklə öz doğma yurt yuvamıza, Qərbi Azərbaycana qayıdışımızda sürətləndirəcəkdir. İndi bu vətənin hər yeri bizim, bura doğumluyuq, bura bağlıyıq. Hələ qarşımızda min uğur var. Mehri, Dərələyəz, Həmzəngəzur var. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev 2024-cü ilin sentyabr ayının 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edir. Bu zaman aşığın nəticəsi Xətai Ələsgərli belə bir şeiri ifa edir. Sən bizim ümidimiz, sən bizim inamımız, səninlədir gələcək, işıqlı sabahımız, səninlə fəxr edirik, həmişə edəcəyik, sənin siyasətinlə irəli gedəcəyik. Bəli, bizim irəli getməyə haqqımız var. Çünki bugün bütöv Azərbaycanın güclü dövləti, güclü ordusu və güclü tarixi bizi qürurlandırır. Təkcə düşmənə qarşı deyil, Azərbaycanla bağlı bütün hadisələrdə xalqının yanında olan ölkə rəhbəri var. Bu isə ümid deməkdir, keçmişin qorunması, gələcəyin inşası deməkdir. Çünki bu təkcə bir abidənin açılışı deyildi. Bu xalqın yaddaşına, milli mənəvi irsimizə, sazın müqəddəs səsinə göstərilən ehtiramın təntənəsi idi. Çünki Ələsgər təkcə bir aşıq deyil, o Azərbaycanın danışan vicdanı, sazla döyünən ürəyidir. Ruhun şad olsun ustad. İndi isə icazənizlə tədbirimizə başlayırıq. Əvvəlcə açılış ilə çıxış etmək üçün sözü Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyinin sədri, biologiya üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycanlımız, həm də bizim doğma Qubalımız hörmətli İlham Qaraqurbanlıya kürsüyə dəvət etmək istəyirəm. Buyurun. Tədbir iştirakçıları, dəyərli izləyənlər, mən sizin hamınızı Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyində salamlayıram və xoş gəldiniz. Quba nümayəndəliyi 30 noyabrından fəaliyyətə başlayıb. Əsas məqsədimiz indi bir daha təkrar edirəm. Qərbi Azərbaycan İcmasının yaradılmasının əsas məqsədi Qərbi Azərbaycanlı soydaşlarımızın qayıdış, öz doğma torpaqlarına qayıdış hüququnun dünya miqyasında tanınması və Qərbi Azərbaycanda olan milli adət-ənənələrin qorunub saxlanması, onların gənc nəslə ötürülməsi kimi bir məqsəd daşıyır. Quba nümayəndəliyinin üzərinə isə çox böyük yüklər düşür bu sayədə. Peki, Qubanın özü öz zəngin təbiəti olduğu kimi etnik tərkibə görə də çox rəngarəngdir. Və bizim insanların böyük əksəriyyətinin Rusiya kimi xarici ölkələrlə daha çox əlaqələri var. Ona görə bizim üzərimizə daha məsuliyyət düşür ki, Qərbi Azərbaycanlı soydaşlarımızın
uzun iller gördüğü çetinlikleri bu insanlara çattırmak ve dünyada bizim soydaşlarımızın öz doğma topraklarına qayıtmasının hüquqi cəhətdən ümumiyyətlə qəbul etdirməkdir. Bildiğiniz kimi son zamanlar Ermənistan'da seçkiler başlayır ve burada Arçağa qayıdış amilindən çox güclü istifadə edirlər. Yəni məqsəd ermənilər öz Arçağa, Qarabağa qayıtma hüquqlarını dünyada tanıtmaq istəyirlər. Ona görə bu Qərbi Azərbaycan icmasının fəaliyyətində bu istiqamətdə bu hərəkətlər, görülən işlər daha sürətlənməlidir. Ümumiyyətlə, Azərbaycan xalqı tarixən çoxlu dövlətlər və imperiyalar yaradır. Bu dövlət və imperiyalarda mənim fikrimcə, bu mənim şəxsi fikrimdir. Əsas dövlət Azərbaycan deyə adlandırılmayıb, həmişə o dövlətləri idarə edən xanədanların adından gedir. Qaraqoyunlu, Ağqoyunlu, nə bilim, Səfəvilər, belə-belə. Yəni ki, ancaq faktiki olaraq 1918-ci ildə Azərbaycan adı bir dövlət üçün, dövlət adı kimi bütün dünyada tanındı. Hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə bizə öz qürurumuzu qaytardı və Azərbaycanın bütövlüyünün ilk addımı atıldı. Sonra, bilmirəm, yəni baxmışsınız, Paşinyan sayır deyir ki, bu qədər neçə milyon Türkiyə, neçə milyon Azərbaycan Türkü, İranı sayır, 35 milyon deyir orada. Yəni, tam Türk mühitinin əhatəsində olan himayədarsiz hal-hazırda qalmış bir millət mənə elə ki, tab gətirib orada yaşaya bilməz. Şu qaldı erməni xislətini, yəni burada çox var, yaxşı tanıyırsınız. Yəni, Türk ilə ermənini mübahisə eləmək mümkün deyil, öz xarakterlərinə görə və erməni sadəcə olaraq Rus kimi himayədarının sayəsində gəlib köçürülüb bizim torpaqlara və tez-gec oradan getməlidir. Böyük şairimiz Dədə Ələsgər 205 illik yubileyi münasibətilə bu tədbirə uğurlar arzulayıram. Yəni, Dədə Ələsgər ümumiyyətlə aşıq kimi mən baxmıram ona, amma o böyük şairdir və Azərbaycanda aşıq ədəbiyyatının ən böyük nümayəndəsi. Böyük nümayəndəsidir. Ona görə tədbirdə yəqin ki, mütəxəssislər özləri çıxış edəcəklər, daha yaxşı izah edəcəklər. Tədbirə uğurlar arzulayıram. Xeyirli olsun. Çıxışlarımıza. Onu qeyd edək ki, Aşıq Ələsgərin yaradıcılığı ilə tanış olduqda biz, məsələn, tutaq ki, hərəmiz bir sahədən onun məsələlərini tədqiq etməyə çalışırıq. Məsələn, Azərbaycan dil istiqamətində baxdıqda onun doqarlarını təcnisləri və Azərbaycan dilinin fonetik struktur nə qədər çevik, nə qədər zəngin olduğunu da bir göstəricisidir. Və sevindirici haldır ki, bugün Ustad Aşığın yaradıcılığına, əsərlərinə bir çox sahələrdə tanınmış olan ziyanlarımız işıq tutacaqlar.
və tarixən də, insanlıqda, cəmiyyətin də tarixinə diqqət etdikdə biz İbn Sina kimi və digər mütəfəkkirlərin bir ilmi deyil, bir neçə ilmi öz üzərində cəmləşdirdiyini və sözün həqiqi mənasında da bir insanın timsalında bir universitet yaratdıqlarının şahid olur. Və mən indi isə məruzə nitqi ilə çıxış etmək üçün ixtisasca fizik olmasına baxmayaraq, istər Azərbaycan ədəbiyyatını, istər Azərbaycan tarixini, istərsə də Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, fizik illəri doktoru Profesör Yüksək Aliyev sözü təqdim edir. Sevərlər və Dədəl Əsgər Ocağının layiqli insanları. Bugün biz hər birimiz ölkədə gedən, istər siyasi proseslərə, istər dünyada gedən hərbi proseslərə baxdıqda, nəzər saldıqda bir şeyin şahidi oluruq ki, biz müstəqil Azərbaycanın, suveren Azərbaycanın vətəndaşları olaraq çox mükəmməl, çox xoşbəxt bir xalq kimi irəliyə doğru gedən addımlar atırıq. Amma bizim irəli getmək, hadisələri qabaqlamaq və bu kontekstdə hər zaman düşündüyümüzdə və bu düşüncələr içərisində tariximizə vardıqda bizə lazım olan bir məsələ olur. Biz tarixi yaddaşımızı yaşamalıyıq. Biz tarixi yaddaşımızı qabaqlamalıyıq, önləməliyik. Bunu bir məsələ ilə, misal ilə, bir model olaraq mən söyləmək istəyirəm, diqqətinizi ərz eləmək istəyirəm. Əgər biz nəzərə alsaq ki, maşın, araba irəli gedir, bu Azərbaycanın timsalında irəli gedən, sürətli irəli gedən bir avtomobil nəzərdə tutun. Amma avtomobildə olan 3 gününcü də arxanı göstərir. Biz tarixi yaddaşımızdan irəli gələn hadisələrə nəzər salmasaq, keçmişimizə baxmasaq, irəli getişimizdə hər hansı bir mükəmməl uğur qazana bilmərik. Ona görə də bugünkü tədbirin də mahiyyətində, adında məhz o durur ki, Dədəl Əsgər poeziyasında məkan və yaddaş Göyçə kontekstində Quba müstəvisində. Bu ad çox mükəmməldir və çox irfani bir dəyərə malik olan bir izaha məxsusdur bu ad. Və mən düşünürəm ki, bugün bizim hər birimiz Dədəl Əsgərin və Göyçə mühitinin bizim üçün tarixi hafizəmizdə, yaddaşımızda necə əbədiləşdiyini, daşlaşdığını görürük. Bəli, biz 30 illik vətən həsrətində daxilimizdə Qarabağ miskini yaşayırdıq. Nə xoşbəxt bizə ki, biz o həsrətin iskili Müzəffər Ali Başkomandanın və torpaqlarımızın hər qarışını qanları ilə suvarmış şəhidlərimizin sayəsində o suverenliyimizə nail olduq. Və bugün biz haqlı olaraq dünyanın ən xoşbəxt xalqlarından biri kimi öyünə, qüdrələnər və bununla da öz qüdrətimizi dünyaya bəxş edə biləcək bir gücləyik. Mənim məruzamda əsas məqam və məqsəd bir istiqamətə yönəlibdir. İrfan aşıq ənənəsinin halqasının tamamlanması. Nə idi bu İrfan aşıq halqası? Niyə bugün tamamlanmadan danışır? Aşıq Ələsgərin 20-ci əsrin əvvəllərində nədən tamamladı düşüncəsi? Bugün uyaracılıq yoxdurmu? Bugün uyaracılığın davamı yoxdurmu? Deyə bir suallar ola bilər auditoriyadan. Amma mən sualları qabaqlayaraq bir fikri bildirmək istəyirəm ki, İrfan aşıq yaradıcılığını 17-ci əsrdə Abbas Tufarqanlı və 18-ci əsrdə Xəstə Qasım, 19-cu 20-ci əsrdə isə Dədəl Əsgər bu ənənəni tamamilə qapsadı, tamamladı və təsəvvüf fəlsəfəsinin aşıq yaradıcılığında təcəlli etməsini öz dərin fəlsəfi düşüncəsi ilə demək olar ki, aşıq sənətindəki, aşıq yaradıcılığındakı bütün motivləri alt-üst etdi. Aşıq Ələsgərə Allah Taala tərəfindən verilmiş hökmün qüdrəti bəlkə də onun təkcə saz tutmasında, aşıq kimi el gəzib sənətinin nümayiş etdirməsinə deyildi. Aşıq Ələsgərin o dövrdə mövcud elmlərə necə dərindən bələd olduğunda insanda bir dəhşətli dərəcədə bir sevgi, sevda yaradır ki, bir Göyçədə doğulub, böyüb, boya başa çatmış və irfan dünyasından məlumatlı olan, təsəvvüfü bilən bir aşığın bu qədər qüdrət sahibi olması, elm sahibi olması hardan gəlir və avtomatik olaraq 12-ci əsrdə xəyali bir ekskurs etmək lazım olur. Bu xəyali ekskurs bizi Nizamidə tamamlayır.
Nizami də Gəncədən kənara çıxmayaraq həmsə yaratmış, beşlik yaratmış və bununla da dünyada Nizaminin üzərində mübahisələr gedirdi ki, mənim millətimə məxsusdur, mənim millətimə məxsusluğu var deyə bir çox xalqlar bu kontekstdə öz Nizamiyə sahiblənmək istəyirdi. Bəli, Dədə Ələsgər də məhz Azərbaycan poeziyasında deyil, Türk dünyasında bütün zəncir halqaları tamamlayan bir yaradıcılıq formasında biz Ələsgərə iddia edə biləcək bir gücdəyik. Ona görə də Aşıq Ələsgərin yaradıcılığındakı o dərin mənalar, fəlsəfi düşüncələrlə yanaşı çox qəribə, çox insanı düşündürən bir xüsusiyyət də var ki, Aşıq Ələsgər irfanla elmi birləşdirirdi. Mən bir məsələni qeyd etmək istəyirəm. Bugün bizim hər birimiz süni intellekt erasında yaşayırıq, əsrində yaşayırıq. Və istənilən mövzunu əldə etmək üçün bircə 10 saniyə bəsdir ki, bir məsələ yazıb bunu araşdıra bilər. Amma çox qəribədir. 21-ci əsrdə atmosferin artıq 7 qatdan ibarət olmasını sübut etdilər. Amma Aşıq Ələsgər öz yaradıcılığında nədən oldu şeirində Aşıq Ələsgər atmosferin 7 qatda, göyün 7 qatında olduğunu göstərir. Məlumdur ki, troposfer, stratosfer, azonosfer, mezosfer, termosfer kimi təbəqələr məlum idi. Amma 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərində artıq iqlimşünasların ortaya qoyduğu yeni bir təbəqələr yarandı və bunlar da daha doğrusu yarandı yox, kəşf edildi. İyonosfer, eksosfer adlı bir təbəqə idi. Məndə olan bu kitab Sovet dövrünün çox böyük bir yadigarıdır. Mən bizim ailəmizdə 63-cü ildən olan bu kitabla böyümüşəm və bu kitabın sətirlərini oxuyarkən inanın ki, xəyal məni öz qanatlarına aparıb mənim keçirdiyim o uşaqlıq dünyasına, nə bilim, bir çox duyğuları aparıb çıxarır və burada əzbərlədiyim, Ələsgərə vurğunluğum, Ələsgərə sevdam yaranan bir işləri o dövrdə Sovet ideologiyasında din yasaq olduğu qədər bizim üçün bu kitab Qurana vəz edəcək qədər bir hikmətlər toplusuydu. Çünki bu kitabı mən dəfələrlə bizdən alıb aparan adamlar görmüşəm, yaşlı insanlar idi, oxuya bilmirdi və hər zaman bizə deyirdi ki, Ələsgərdən oxa bala, onu gət orada aç ilə. Biz oxuyurduq, qirayətimiz yox idi, uşaq sözlərlə deyirdik. Bizi yaşlılar, 80-90 yaşlı kişi vardı, Adqıraq kişi. Deyirdi ki, uzun sözlə danışdı, deyirdi ki, ay bala, bir Ələsgər kimi oxudu. Deyirdi ki, biz nə bilən nətər. Ona görə də Ələsgəri insanlar duyurdu, yaşayırdı. Və bu motivdə mən bir Ələsgərin böyük bir filosof olduğunu və mən düşünürəm ki, o dövrdə Azərbaycanda doğrudan da bir universitet olarsa da Ələsgər universitetin fəxri bir profesor, akademik kimi orada öğrencilərə çox böyük savad verərdi ki, hansı ki onun qıfılbəndlərini açmaq üçün bugün bəlkə qabaqlı qalan qıfılbəndlərin açılması üçün, şair Ustad Salih bunu təsdiq edir, açılması üçün nə qədər bu qıfılbənd açanlar var, bunun çözürlər. Amma çox təəssüf olsun ki, Aşıq Ələsgər, Dədə Ələsgər dünyada olmadığına görə biz onu mu demək istəyirdik, yoxsa başqa bir mənası var deyə düşünürük. Ona görə də Aşıq Ələsgərin bütün yaradıcılığında təsəvvüf, ilahi qüdrət elmlə bağlı idi. Biz bugün deyirik ki, elmi dünyaviləşdirmək lazımdır. İlahi qüdrəti isə biz elmə uzaq duruq. Amma Dədə Ələsgər göstərdi ki, İslam təsəvvüfündə, İslam düşüncəsində bütünlüklə, bunun şərqşünas bizim mütəxəssisimiz var burada, Seyid müəllim, Pedaqoji Universitetin müəllimidir. Və o mənim də fikrimi tamamlayar ki, şərq dünyasında təsəvvüf elmi sadəcə o təsəvvüf alimlərinin yaradıcılığında irəliyib gəlib satmışdı. Ona görə də istər buna hafizlərdən, istərsə xəlifələrdən asılı olmamışdır, təsəvvüf yayanlardan asılı olmuşdur. Baxın, yerin, göyün, ərşin, kürsün, binası, əsl bünövrəsi, ay nədən oldu? Yerin göydən, göyün yerdən kim seçdi? Hikmətin dəryası ay nədən oldu? Siz baxın, antik dövr ədəbiyyatını biz Homerin əsərlərini oxusaq, Heraklin qüdrətlərini oxusaq, biz orada nə görürük? Yerlə göyün birləşdiyi yerdə Atlant göy qübbəsinin çinlərində saxlayır. Herakl gedib orada
qızıl almaları götürmək üçün Atlant bunu alladır və Herakl göl qüvvəsini çiyninə atıb Atlant almaları gətirmək dalına. Görün, utopiya, mifologiya, yəni biz bunu illərlə bunu keçmişik. Bizə ki, biz antik Yunan fəlsəfəsi budur. Bu əgər fəlsəfə budursa da bunu mən 3 yaş uşağa danışsam inanmayacaqdır. Ona görə də, baxın, o təsəvvürün içərisində yetişmək, təsəvvürün fəlsəfəsini dərindən bilmək, demək ki, irfana varmaqdır. O yüzden irfan halqasının tamamlanması dediğim məsələlərdə Aşıq Ələsgərin yaradıcılığında bu xüsusiyyət var ki, biz bugün yerin, göyün, ərşin, kürsün izahını aparırıq. Bugün 2000 il ərzində Demokritin atom bölünməzliyi təlimindən yaşadıq, fizika inkişaf etdi və heç bir problem yaşanmadı. Mexanikadan relativistik mexanika keçildi. Ondan sonra nisbilik nəzəriyyəsindən artıq makro aləm, mikro aləm sənətləri müəyyənləşdirildi. Və beləliklə biz şairin, Ələsgərin yenə qüdrətini enirik, baş vururuq ki, Ələsgər bu haqda nə deyikdir? Bilirsiniz, zamanı qabaqlamaq mən düşünürəm ki, ilahi qüdrət sahiblərinə məxsus olan bir şeydir. Hər hansı bir şəkildə insan hər hansı bir uzaq görənliyi ola bilirsə də, ona biz ağıllı insan deyirik. Deyirik ki, bizə doğru yol göstərdi, uzaq görənli yerlər bizi bu təhlükələr qorudu. Amma ədəbiyyata uzaq görənlik etmək, təsəvvür fəlsəfəsini, irfanı dəyərlərlə birləşdirmək, sanki bu ilahi yuxuda buta verilmiş qədər qüdrətlidir. Bilirsiniz ki, buta xüsusiyyəti nədir? Ki, buta başlanğıcın, həyatın başlanğıcıdır. Zervanizmdən öncə də Türk mifologiyasında bu var. İki buta isə tamamlayıcıdır. Biz bilirik ki, sağ yarımkürənin inkişaf etməsi sağ ətrafı, sol yarımkürənin inkişaf etməsi sağ ətrafı inkişaf edilir. Və bu da göstərir ki, insan düşüncəsində beynin hərəkətli qüvvəsi sağ yarımkürə inkişaf eləyəndə olur. Bizdə məsələn sağ inkişafımız çox güclüdür, demək sol yarımkürəmiz inkişaf edir. Amma Aşıq Ələsgərdə isə sağ yarımkürə inkişaf etmiş olur. Ona görə də biz düşüncəmizdə Aşıq Ələsgəri çözmək üçün Aşıq Ələsgəri tanımalıyıq. Buna görə də Aşıq Ələsgəri tanımaq üçün Göyçə konteksti Quba müstəvisində çox önəmlidir. Baxın, burada aparıcılıq etdi Asil xanım, necə Aşıq Ələsgərə Göyçə görməmiş, Göyçə mühitini görməmiş, amma Göyçə kontekstindən çıxış eləyərək Quba müstəvisində bu məsələ həllini tapır. Və ona görə də Ramiz Qusarsalinin bugün yaradıcılığına biz baş vursaq, adi bir vətən dayimasını biz sistemli şəkildə izah versək, oxusaq, biz orada Göyçə deməli, güllərini görürük orada. Məhz bu məsələ də odur ki, Göyçə gülündən gəlmişkən, Aşıq Ələsgərinin yaradıcılığı xüsusiyyətlərində məhz buna görə də Aşıq Ələsgərin yaşadığı ərazidə 3 aşıq havasının meydana gəlməsi də elə bunun adının bağlı olması, Göyçə gülü, Göyçə deməli şərli, Göyçə qaytarısı, bunlar hamısı Aşıq Ələsgərinin dövründə onun deməli ki, nəğmələrindən və güllərindən yaranan bir şeydir. Və Göyçənin gözəlləşdirməsi, Göyçənin təbiətini Allah gözəl veribdir. Göyçəni Allah bir ərmağan eləyib, bu yer üzünə ərmağan eləyib. Mən tək Azərbaycan türklərinə demirəm, bütün millətlərin ərmağanıdır ki, Göyçə sanki bir inci nur kimidir. Amma biz xoşbəxt millətik ki, yəni Göyçə kimi bizim bir bölgəmiz olur və Göyçə bugün bizim həsrətimizdir. Göyçə bugün bizim düşüncəmizin təməli təntənəsidir. Ona görə də Aşıq Ələsgəri biz dərindən öyrəndikcə biz Qərbi Azərbaycanın anlayışını dərk edirik. Bizim üçün hər hansı bir formada belə deyək, daşın milləti olmur. Daş, qaya milləti olmur. Amma daşın üzərində yazı yazanın milləti məlumdur. Daşın üzərində kim yazı yazıbsa da o millət tarixdə yaşayır. Ona görə də Aşıq Ələsgər Göyçənin toponimiyasına, bütün demək olar ki, o hər bir ərazisinə, dağına, daşına möhür vurmuşdur. Və bunun Ələsgərin bütün yaradıcılığında xüsusi olan şairlər bunu daha gözəl bilir, ədəbiyyat nümunələrində möhürbəndlər elə seçilirdi ki, Ələsgər orada özünü tanıtmaq üçün etmirdi. Ələsgər orada özünü nişan verərək elmin, irfanın dəryasını göstərirdi. Deyir ki, yazıq Ələsgərəm, intizarım var, bu elmdən məni eylə xəbərdar. Elmi hardan tapdı cümlə aşıqlar, şeir müəmması ay nədən oldu. İndi gəlin bunu yozun.
bu qədər dərin, mistik düşüncə içərisində olan, yəni biz bunu deyirik ki, hər hansı bir təhsil almayıbdır falan, amma mən yenə deyirəm, ilahi qüdrətlə Ələsgər bir universal, bax burada da səsləndi, bir universitet nümunəsidir. Və mənim Ələsgərin yaradıcılığındakı istər dastanlar söyləməsi, istər onun vaxtı ilə o dövrdə, Çar Rusiyası dövründə mövcud olmuş zadəgən sinfi nümayəndələri ilə onun rəiyyət zümrəsinə məxsus olan insanlar arasında Ələsgər həmişə körpü olubdur. Ələsgərin iştirak etdiyi məclislərdə heç bir zaman ayrı seçkilik olmayıbdır. Ağalar, bəylərlə rəiyyət bir yerdə oturur. Mən bunu çox dəqiq bilirəm. Pənah Ağanın oğlu Qazax vəkili Məmməd Ağanın öz xatirələrində qeyd olunurdu ki, Ələsgərin iştirak etdiyi bütün məclislərdə rəiyyətlə zadəganlar, ağalar bir məclisdə olurdu. Sadəcə ağaların altında kilim olurdu, rəiyyətin altında keçi olurdu. Əslində elə keçən yaxşısı qoruyucu xüsusiyyətə malikdir. Sən zadəgan ola bilərsən, mən Allah eşqi, mən Allah çağrışçısıyam, mənim şeirlərim, mənim sənətim ilahi qüdrətə malikdir. Ona görə də Aşıq Ələsgəri hamı bir qulaqdan, bir ağızdan, bir nəfəsdən dinləyirdi. Aşıq Ələsgərin olduğu yerdə saz şöləmi olurdu, bayramı olurdu. Ona görə də mən məsələn bugün Aşıq Ələsgərin şeirinə bəstələnmiş musiqi olan Sarı Köynək havasına mən çox üzr istəyirəm böyüklərdən, o ən çox mənim həyatda sevdiyim mahnı, etdiyim rəqs havası Sarı Köynəkdir və onun da tarixçəsi var ki, tarixçəsi mənim doğulub boya başa çatdığım kəndlə bağlıdır ki, orada deməli ştabs kapitan Ali Ağanın qızı Salatın xanıma yazılmış bir şeirdir. Ona görə Qazaxda ağa toyunda iştirak edir və orada deyirlər ki, Ali Ağanın qızının haqqında bir şeir demək lazımdır falan. Bu deyir ki, bəs mən onu görməmişəm o formada və onu vəsf edirlər, təsvir edirlər bu formada. Aşıq Ələsgər o şeirin qüdrətini bir yəni gözləri görmədən ilahi eşq kimi bunu qeyd edir və yazdığı bütün şeirlərdə Aşıq Ələsgərin şeiriyyətində bir ilahi duyum, ilahi duyğu işarələri, duyğu nüansları var ki, biz onları hər hansı formada onun əsərlərində görürük. O, bayaq qeyd etdiyim onun əsərində də var ki, bir-birindən aralı tutmur deyir, Şahı Gədanı tutmaz bir-birindən aralı dağlar. Görürsünüzmü, Aşıq Ələsgərin yaradıcılığı necə zəngindir ki, təbiəti də bir-birindən ayrı tutmur. Əgər mən düşünürəm ki, Azərbaycan xalqı yəni bugün düşünür ki, 1-ci, 2-ci, 3-cü sənaye inqilablarında iştirak etməyib. Mən buna tamamilə razı deyiləm. Biz bugün Nizami Gəncəvinin 12-ci əsrdə hələ maqnit haqqında məlumat olmayanda Kəhrabanın maqniti cəlb etməsinlə bağlı məlumat verdiyini biz biliriksə də, nədən biz deyək ki, hətta bunu 2-ci, 3-cü sənaye inqilablarına əlaqələndirmək lazım ki, bizdə o dövrdə olubdur. Baxın, qeyd etdiyim kimi, Aşıq Ələsgər yaradıcılığında şəxsi xüsusiyyətlərinə malik olaraq bu kontentləri öz əsərində verə bilir və Aşıq Ələsgər bizə elm öyrədir, elm ötürübdür və Alman filosofiyası, Alman fəlsəfəsi Hegel, Kantı yetirib Spinoza'nı yetiribsə də İngilislər, bizlər isə mən düşünürəm ki, Aşıq Ələsgəri, Xəstə Qasımı, Tufarqanlı Abbası yetirmişdik. 300 ildə İrfan dünyasının kəsilməzliyi təmin edən təkcə Azərbaycan ədəbiyyatındakı şairləri biz onun antologiyasını tapa bilməsək, onları izləyə bilməsək, təkcə bu 3 qüdrətli şairin 300 illik tarix dövrünə əsasən göstərməsi, mən düşünürəm ki, bir ilahi qüdrət olmaq, bir ilahi xoşbəxtçilikdirsə, mən düşünürəm ki, Aşıq Ələsgərə biz mənəvi bağlıyıq. Aşıq Ələsgər hamımızın mənəvi babamızdır və Aşıq Ələsgəri hər birimiz evimizin çırağı bilirik. Əgər Aşıq Ələsgərdən bugün hər kəsin dilində bir ifadə, bir şeir, bir misra varsa, deməli Aşıq Ələsgər yaşayır, deməli Göycə yaşayır. Məsələn, mən bugünkü gündə Göycə kontekstində Aşıq Ələsgərin Göycə ədəbi mühitinin və Göycə Aşıq məktəbinin, Göycə dünya irfanının cəmləşdiyini görürəm. Təkcə Aşıq Ələsgərin xüsusiyyətində hər hansı bir mövzu bolluğu deyil, Aşıq Ələsgərin mövzu bolluğu içərisində özünə məxsus istiqaməti tutmasıdır. Mən bir kəlmə deyə bilərəm ki, Aşıq Ələsgər xoşbəxt şair idi, xoşbəxt aşıq idi. Amma biz daha Aşıq Ələsgərdən xoşbəxtdir ki, Aşıq Ələsgər bizimdir.
Aşıq Ələsgər yaşadığı ömür aralığındakı dünyada olan insanlar indi yoxdur. Amma Aşıq Ələsgər bugün bizdən var. Aşıq Ələsgər həm müasirlərin içərisində süzülüb gələn və gələcəyə keçən, keçmişi gələcəklə birləşdirən universal bir körpüdür. Aşıq Ələsgərin bütün sözləri, bütün fikirləri göl kimi, göycə gölü kimi, göy, dumdurudur. Ona görə də bundan sonraki aşıq yaradıcılığında, aşıq sənətində bircə dənə nüans qalır. O göldə saflıqla nəsə götürə bilmək. Götürə bildiysə saflıqla sən Aşıq Ələsgərin zərrəsindən qığılcım alıb, gedibsən bütün dünyanı eşqə, sevgiyə, şeiriyyətə bələyəcəksən. Ona görə də mən düşünürəm ki, Aşıq Ələsgər Azərbaycan ədəbiyyatı üçün Zevsin dərgahından o doğrulamış Prometey kimi möhtəşəmdir. Aşıq Ələsgərin bundan sonra aşıq sənətində yandırdığı çıraq heç zaman sönməyəcəkdir. Sadəcə olaraq biz tarixi məkanlarımızı müvəqqəti tərk edə bilərik. Biz ilahi qüdrətlə, ilahi güclə, cənab prezidentin apardığı siyasətlə, Azərbaycan xalqının inamı ilə Aşıq Ələsgərin biz məzarını ziyarət edəcək, diz çökəcək və illərlə həsrətində qaldığımız babamızın ağlar ruhunu, sızlar ruhunu şad eləyəcək. Allah o günü bizə tezliklə qismət edəsin. Sağ olun. Çox sağ olun, hörmətli şeir, əgər icazə verirsiniz. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Azərbaycan Dövlət Ədəbiyyat Müəllimliyi ixtisasının istedadlı tələbələrindən olan bizim hörmətli Aysun xanım Əliyevanı dəvət edirik. O, Ustad Aşıq Ələsgərdən Gözəllər əsərini səsləndirəcək. İlk növbədə bütün tədbir iştirakçılarını salamlayıram. Hər birinizi xoş gördük. Asiyə xanım, mənə söz verdiyinizə görə də sizə təşəkkür edirəm. İcazənizlə şeiri səsləndirmək istəyərdim. Gözüm gördü, könlüm qəmdən ayrıldı. Çıxdınız qarşıma dəstə gözəllər. Camalın çöləsi nuri təcəlla. Görsə şəfa tapar xəstə gözəllər. Qəmgin idim, sizi görüb gülürəm. Qaşınız qiblədir, səcdə qılıram. İkram hissi ilə sizə gəlirəm. Siz də mənə gəlin, gözəllər. Sizi gördüm, şad oldu könlüm. Çaşdı ağlım, kamalım. Güllüyə qurban olsun dövlətim, şanım. Kaş olmayaydı bir qocalıq, bir ölüm. Yaşayardı bu həvəslə, gözəllər. Pərzad məlakəli, gövhər bir xanım. Görən kimi itdi dinim, imanım. Yazıq Ələsgərəm sərgərdə canım. Qurban olsun sizə, ey gözəllər. Qurban olsun sizə, xəzinəsinin genetik və amallı daşıyıcısı olan və bu istiqamətdə Dədə Ələsgər Ocağı İctimai Birliyi kimi deyil, təkcə həm də yadigar kimi, Aşıq Ələsgərin nəticəsi kimi deyil, bu sənətin ziyalısı kimi, istedadlısı kimi iş aparan fəaliyyəti örnək olan hörmətli Xətai Ələsgərliyə sözü təqdim Vallahi Yusuf müəllimin çıxışı mən elə olsunlar ki, bilmirəm hardımda. Eşq olsun sizə. Əvvəlcə orasını deyim, Yusuf müəllim bəyət dediniz ki, mən idarə heyətimiz olaramsa təklif edirəm. Mən də buradan elan edirəm, siz artıq idarə heyətimiz üzsünüz, onu biləsiniz. Çıxdığınız həqiqətən də çox nadir hallarda olan çıxışlardandır. Bu da təbii ki, Dədə Ələsgəri dərk eləməklə. Ona o qədər yaxın olmalısınız ki, o duyğular, o hisslər səndən gəlsin. Minnətdaram sizə və burada zəhmət keçənlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Dədə Ələsgərlə bağlı istəyirəm bir neçə kəlmə, bəzi məlumatları burada deyim, burada bilirəm ki, bəzi gənclərimiz də bilir. Bu il həm də onun vəfatının 100-cü il dönümüdür. Elə bunun vəfatı ilə bağlı bir qısa bir xatirəni danışım, sonra müəyyən fikirlərimi belirtəcəm. Dədə Ələsgər bilirsiniz, uzun ömür yaşadı, 105 il ömür yaşadı və o ölümündən 2 gün qabaq xəbər göndərib ki, gedin o böyük oğlumu çağırın, mən dünyamı dəyişəcəm. Nəsə gəlirlər, deyirlər, hazırlıq görür, mən səhər dünyamı dəyişəcəm. Bunlar da deyirlər ki, sən yaxşısana, nə olur ki sənə? Deyir, yox, siz hazırlıq işi görün. Mənim vaxtım elə Kəlbəcərdə qaçqın düşən vaxt idi. Mən Allahdan imdad istədim ki, qürbət
diyarda canım almasın. Yəni bu, belə deyim də, hörmətli müslimlərin o qədər ki, qəlblə bağlıdır məsələlər. Doğrudan Ələsgər hələ açılır. Ələsgər böyük, hələ çox Ələsgər üzərində bilirəm ki, alimlərimiz hələ fikirləşməyəcəklər. Nəysə deyir, gəliblər, səhər açılıb, deyir, mollanı çağırıblar, mollanı deyir ki, başqa Quran oxumağa. O xatirə uzundur, orada xırda məqamlar var, çox belə dərin məqamlar, amma vaxt almamaq üçün qısa gedirəm. Molla başlayıb Quran oxuduqca bu salavat çevirir. Üçüncü salavatda əli qalıb üzründə. Təsəvvür edin ki, dəqiqəsinə qədər bu ölüm vaxtını bilirmiş. Tək bu deyil, onunla bağlı çox xatirələr var. Çünki kənarda baş verən hadisələr məsələn deyilmiş. Kimisə nəsə bir itkisi itərmişlər, deyilmiş nə rahat olmuyor, filan yerdə dindir, gələr və yaxud da ki, gətirəcəklər, bax belə. Bilirsiniz, Ələsgər ocağında qonaqlar çox olmuş. Bunlar da kənd yerində heyvan saxlayarlarmış. Qış vaxtıymış, günün belə xoş vaxtında heyvanları çıxarıb ot təsinin üzərinə buraxırlarmış ki, bunda deyirlərmiş ki, aydədə, bəs fərqi nədir ki, bu malın tövlədə bunu otu verir, orada yesin. Deyir, yox, gün dəyəndə o heyvanın belli üzü də quruyur və otu özü hansı istəyir onu götürür, o daha yaxşı olur da. Nəysə, baş qarışıq qonaq gəlibmiş, heyvanlar boran olur, çorğuna düşür, yolu azıb parası gedirlər də. Görür, birdən ayrılırlar ki, heyvanlar yoxdur, baxırlar ki, bu boran tamamilə izi itiribdir. Bilinmir ki, heyvanlar hara gedir. Nəysə, narahat qalırlar. Deyir ki, narahat olmayın. İndi qonşu kənddən tapdıq kişi var, gəlir. Dağdan gəlir, dağ yolu gəlir. Qonşu Bəravarın kəndinə. O dolayaq deyilən bir yer var idi. Orada heyvanlara rast olacaq və heyvanları tanıyacaq, gətirəcək. Narahat olmayın, gözləyir. Biraz göstərirlər, bir də görürlər ki, tapdıq kişi qışqırır, ay bəşir və heyvanlarımız başalıb dağa gedirdi. Qaytarıb gətirmişəm. Yəni, bu həqiqətən olan şeylər. Bir var ki, belə deyəsən, quraşdırasan, neysə, bəzən mən Ələsgərin ölümünlə bağlı danışanda bir yerdə də eşitmişəm ki, bu keçməyən babamda bir oldu. Yəni, o başqa şeydir, amma bu reallıqdır ki, məsələn, bunu da mən borcumdur ki, deyəm. Çünki ocaqda olan söhbətlərdir. Çox hadisələr var, yəni, bununla bağlı. Yəni, ona görə Ələsgər bir sahədə araşdırılmamalıdır. Onu, bu dünya, deməli, Əli Kafkasyalı var, Türkiyədə, yəni, o deyir ki, Əbzədə Ələsgəri orta dünya ədəbiyyatına çıxartmalıdır. Bu da doğrudan da elədir və yaxud da qeyd elədiyini söyləmək Yusuf müəllim. Həqiqətən də mən inanıram ki, sizin kimi var ziyalılar, alimlər ona nail olacaqlar. Ələsgər artıq ortaq dünya ədəbiyyatına çıxmalıdır. Çünki ona da qadirdir. Haydi onun şeirlərinə baxanda elə bəs edir. Məsələn, Hikmət məclisində əyləşən alim, gəl səninlə yol ərkanından danışaq. Ələst aləmindən qalib əladan Nur Əhməd yaranandan danışaq. Kürsü lox qələmlədən yarandı. Neçə min il gərdiş vurdu dolandı. Nə əmr etdi, qərar tapdı dayandı, əvvəl nə xat yazdı ondan danışaq. Təmusaq balığın qədəri nədir? Nə yeyir, nə içir mədarı nədir? Həqiqət qapısını açar nədir? Ona açıb bağlayandan danışaq. Əgər haqq qaşıqsa meydana gəldi, alimsənsə bu sözlərə gözəldir, farsiyyət bilirsən, şeir qəzəldir, ərəbənsən, gəl burandan danışaq. Yəni, doğrudan da Ələsgər elə bir şəxsiyyət olub. Sadəcə olaraq sözünü sazla, bir missioner olub, sazla sözünü çatdırır. Çünki Dədə Ələsgər həqiqi mənada olmasaydı, deyərdim ki, bizim xüsusilə bu aşıq ədəbiyyatında böyük bir boşluq olardı. Çünki Dədə Ələsgər özündən sonra da böyük bir iz qoyur. Həm özündən əvvəlkiləri, həm sonrakiləri, belə deyim də, qoruyub saxlaya bildi. Çünki onun elə və yaxud da savadlı-savadsız söhbəti gedir çox vaxtı və ya o təhsil almıyor. Amma həddən artıq savadlı olubdur və böyük, çox dərin yaddaşı olub. O nəyi bir dəfə yanında deyirlərmişsə, yaddaşında saxlayırmış. Məsələn, onun indi İbadullah müəllimdə hörmətli alimimiz danışacaqdır, bizimlə bərabər gəliblər, sağ olsun Fatma xanımız danışacaq, acabasında. Yəni, bunların da fikirlərini işləyəcəyik. Ümumiyyətlə, onun şeir, məsələn, əliflama şeir deyir. Məsələn, bu əgər əliflama şeir deyibsə, nə üçün yazmır? Bu sirdir. Əlifba sırasını bilirdi. Hərfləri başdan ayağa, mən şeir deyib vaxtınızı almaq istəmirəm, 28 hərfdən şeirdir, vaxtınızı almaq istəmirəm. Bunu əgər əlifba sırasını bilirdisə, nə üçün yazmır?
Bu da adama təəccüblü gələn. Görünür ki, bu sadəcə olaraq Dədə Qorqud kimi sözü ilə sazla deyil, xalqa çatdırdı. Çünki ona ehtiyac olmalı yazsın. Biz yazırıq, özümüzdə qeyd aparırıq, yaddaşımızı təzələmək üçün, amma elə eskide ehtiyac olmadı. Onun elə sinəsi elə dəftər idi, dili də gələndir. Dediğini də yazırdı, yəni beynini əhk edirdi. Ümumiyyətlə, məsələn, onun bir şeirinin bir parçanı istəyirəm deyim, məsələn, çox gəliz şeirdir. Bunu bir iki dəfə demişəm, amma buradakiler birdən bəziləri eşitməkdə. Həm də bu dodaq dəyməzdir. Məsələn, bilirsiniz ki, ilk dəfə bu dodaq dəyməz, dil dönməz Dədə Ələsgərdə olubdur. Yeganə nüsxədir ki, bizə dil dönməz deyib, ondakı bədahətən. Ümumiyyətlə, Dədə Ələsgər bütün şeirlərini bədahətən deyibdir. Məclisə düşüb, məclisin ahənginə uyğun şeir deyibdir. Məsələn, onun belə bir şey, Əs-səlatü həşdə ərkan əhli dil hal cənginə, əhli dil hal gəldi ərlər, seyr eylər ahənginə, əhli dil hal tiri, tiri, xətənginə, cənginə, cənginə, xədənginə, ahənginə, hər dənginə. Doğru istəyirəm bunu bir götürsün, yəni bunu analiz edəsin. Əs-salatü şimdi aşıq, endirərsən yelkəni, şimdi aşıq əldə sazın, əl çalar qəstürgəni. Ah edərsən, gəl deyər, geçsən sana, yazıq səni, yelkəni qəstürgəni, geçsən səni, çal səni. Əldən getdi ixtiyarı, ah edərsən, gəl deyər. Yəni, unutduğunuzda xətrim istəyəcəkdim. Nəsə, yəni sözümün canı odur ki, Dədə Ələsgər doğrudan da çox böyük mücizəli şəxsiyyət olur. Çox böyük mücizəli şəxsiyyət olur. Zaman dil dönməzin axırıncı bəndini deyim. Əziz ailə müəvvayət. Təsəvvür edin ki, buna dil dönməz dəmdəki dil lal kimi qalır da, həm də hörmətli Ramızın dili. Dil ağızda dönmür. Əziz ailə müəvvayət, saysaq saya bir müəvvayət, səbəbsənsə bu qövvaya, böyük yağa sağa bax. Yəni, böyük yağa deyilən bir ağa, məsələn, burada bir məclis təşkil edilmiş. Yəni, burada bədahətən o şeir deyil ki, buna sən səbəbsənsə sağa bax. Yəni, bunu şeirə gətirib, anında gətirib çatdırmaq üçün bu ancaq Allah verməlidir buna. Yəni, bu mümkün deyil ki, bunu ilahi bir bəli, Allah vergisidir. İndiyə qədər tutaq ki, bir dənə şair, məsələn, mən ona həmişə deyirəm, tutaq ki, oturun, dəftər, gələn boy qabağınıza dil dönməz yazacaq və orada məna da olacaq da, təbii ki. Yəni, bu böyük bir möcüzədir. Doğrudan da Dədə Ələsgər şəxsiyyəti qarşısında hamımız acizdir. Və Yusuf müəllimə mən minnətdaram ki, Yusuf müəllim sizə də doğrudan Dədə Ələsgər adının ali mükafatı sizə təqdim olacaq. Çünki siz öz universitetinizdə də o böyük bir tədbir elədiniz 200 illiklə bağlı. Çox möhtəşəm idi və bugün də burada yenə bu tədbirdə qatmışsınız, minnətdarlığımı bildirirəm. Xüsusilə burada Qərbi Azərbaycanın bu filialında zəhməti keçənlər, bu işlə bağlı zəhməti keçənlərin hər birinə təşəkkür edirəm. Buna mənim çox sağ olun, minnətdaram sizə. Ramız müəllim, minnətdaram. İndi elələr var ki, burada adlarını bilmirəm, amma zəhməti var, hər birinə minnətdarlığımı bildirirəm. Və burada bu dəfə gələndə dedim, düşündüm, nə gətirim? Dedim, Dədə Ələsgərin özü oradadır, düzdür. Bir dənə də saz gətirim ki, saz da tamamlasın bu işdə. Saz da bir şey qoyarsın. O ki, xahiş edirəm, onu qəbul edin bizdən. Yəni, bu sazı da mən bir hədiyyə olaraq sizə verim. Araba qarşında gələcəm. O heç inşallah. Bunda bir şeydən asarsınız. Evet, inşallah. Yəni, Ramız müəllim, sizə bir hədiyyəmiz də var. Xahiş edirəm. Sağ olsunlar. Sağ olun. Bu da Ramız müəllimə verir. Bu da təzə çıxdı kitab. Bir dənə gətirmişəm, düzdür. İnşallah sizə də hədiyyə edərəm. Qoyun da hələ bu Ramız müəllim. Şəkil. Bir də sazı təzdən verir. Təzdən verir. Yaş bir də olaraq müəyyən işlər görürük. Bu da Dədə Ələsgərin vəfatına 100 illiyi ilə bağlı belə bir kalendarlar çıxartmışız. Doğrusu, elə birini sizə hədiyyə edirəm. Çox sağ olun. Yəni, burada icma, yəni, müəyyən asaz örnək var. Çünki burada Dədə Ələsgərə aid həm şeirlər var, həm fəsillərə uyğun, yəni fəsillərə uyğun şeirlər var. Və yekunlaşdırmaq istəyirəm. Biz ictimai təşkilat olaraq təbii ki, qarşımıza çox məsələ qoymuşuz ki, onları həyata keçirdək. Bu il həm də vəfatının 100 illik olduğu üçün bir kitab üzərində işləmiş, yarıda kitab hazırdır, nəşrdədir. Buradan təşəkkür edirəm, bizdən sıralarımızdadır burada. Hörmətli Gülmər xanım Şamil qızı
həmin kitabın tərtibatçısıdır və Ramiz Qusarçaylı sağ olsun ki, kitabda böyük səviyyəti var. Və bu 100 müəllifin Dədə Ələsgərə həsr elədiyi şeirləri cəmlənibdir, bir kitab halındadır. Artıq bu yaxınlarda işimizi görəcək. İnşallah həmin kitablardan da sizə hədiyyə olaraq gətirəcəm. Bir daha hər birinizə təşəkkür edirəm. Yəni Dədə Ələsgər mövzusu böyükdür, çox danışıb vaxtınızı aldı. Sağ olun. Bilimləri doktoru, professor Fəxran Ağabəyli. Azərbaycanın Əziz qonaqlar, hörmətli Qərbi Azərbaycan İctimai Birliyinin nümayəndəliyinin rəhbərliyi, çox hörmətli Dədə Ələsgər Ocağı İctimai Birliyinin dəyərli üzvləri, hər birinizi bu gözəl gündə, bu özəl məkanda salamlayıram. Bugün bizim hamımız üçün çox əlamətdar bir gündür. Bugün Azərbaycan aşıq poeziyasının bənzərsiz nümunələrini yaratmış Dədə Ələsgərin ruhu şaddır. Ruhu şaddır çünki onu tədqiq edən alimlər, misralarına heyran olan oxucular, musiqisinə valid olan saz söz ustaları bu tədbirə yığışmışdır. Mən fürsətdən istifadə edib bu tədbiri təşkil edən Qərbi Azərbaycan İctimai Birliyi Quba nümayəndəliyinin rəhbərliyinə və çox dəyərli Ramiz müəllim Qusarçaylı təşəkkür edirəm. Bizə bu şəraiti yaradıb, bu tədbirin iştirakına, çıxışımıza şərait yaradıb. Azərbaycan aşıq poeziyasının ən uca zirvəsi hesab edilən Dədə Ələsgər və onun yaradıcılığı aşıqlığın yaşadığı dövrdən bugünə qədər hər zaman diqqət mərkəzində olub və Azərbaycan xalqının hər zaman diqqətində olmuşdur. Təsadüfi deyildir ki, keçən əsrin 70-ci illərində milli liderimiz Ulu Öndər Heydər Əliyev təşəbbüsü ilə onun rəhbərliyi altında Dədə Ələsgərin 150 illik yubileyi qeyd olunmuş və onun məzarüstü abidəsi doğma vətənində Ulu Göyçədə ucaldılmışdır. Dədə Ələsgər və onun yaradıcılığına rəğbət, yaradıcılığına sevgi, bugün də bu ənənə davam elətdirilir. Bugün milli liderimiz Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən bu ənənə davam etdirilir və ölkə başçımız hamımıza məlumdur ki, 2021-ci ildə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə sərəncam imzalanmış, eyni zamanda Bakının mərkəzində gözəl küçələrdən birində onun abidəsini ucaltmış və özü şəxsən bu açılışda iştirak etmişdir. Azərbaycan Respublikasının prezidentinin, Azərbaycan xalqının, dövlətimizin və ümumilikdə milli mənəvi dəyərlərimizi dəyərləndirən xalqımızın Dədə Ələsgərə olan sonsuz sevgi və qayğısı Ustad Aşığın poetik yaradıcılığının təbliği istiqamətində Dədə Ələsgər Ocağı İctimai Birliyinə xüsusi bir məsuliyyət düşür və mən tam məsuliyyət hissi ilə deyərdim ki, Dədə Ələsgər Ədəbi Məclisi Ocağı İctimai Birliyinin rəhbəri, çox hörmətli Fətay müəllim bu məsuliyyəti tam şəkildə yerinə yetirir və bir çox nailiyyətlər İctimai Birlik tərəfindən əldə olunmuşdur. Bu nailiyyətlərdən mən son özlü müşahidələrimdə görürəm ki, Aşıq Ələsgər irsinin təbliğində Azərbaycanın bir çox bölgələrində ictimai tədbirlər aparılır və bu tədbirlərin əsasında bizim milli mənəvi dəyərlərimiz, kimliyimiz nəsillərdən nəsillərə ötürülməsi, bundan əlavə elmin müxtəlif sahələrində Dədə Ələsgər yaradıcılığı təbliğ olunur, təhlil olunur və son illərdə Dədə Ələsgər yaradıcılığı ilə bağlı bir sıra monoqrafik əsərlərin işıq üzü görməsi Dədə Ələsgər Ədəbi Məclisi İctimai Birliyi fəaliyyət istiqamətini bizə hamımıza bəlirtir. Aşıq Ələsgər yaradıcılığı təkcə aşıq poeziyasını deyil, eyni zamanda
ümumi Türk ideologiyasının, Türk dünyasının müdrikliyinin və dədəlik zirvəsinin bariz nümunəsidir. Onun misraları, mən deyərdim ki, onun sözündə elə bir hikmət var ki, onun misraları təkcə poetik gözəllik deyil, eyni zamanda xalqın yaddaşı, bizim milli mirasımızdır. Bugün biz bura yığışmışıq, sanki bir Dədə Ələsgərin anım mərasimi, onun qoyduğu mirası, əmanəti biz burada təbliğ edirik və bu hesabatı verdikcə sanki Dədə Aşıq Ələsgərin bizə buraxdığı o böyük mirası, Aşıq Ələsgərin bizə buraxdığı o milli sərvətimizi xalqa çatdırırıq. Çox sevindirici haldır ki, həmin bu bizə buraxılan miras çox yaygın şəkildə bizim Azərbaycan dövlətində, Azərbaycan dövlətinin hüdudlarında yayılır və beləliklə dədənin bizə əmanət etdiyi miras hər gün daha çox söz sahibinə çevrilir. Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının xarici dil müəllimi lisanslı 2-ci tədris ili tələbəsi Gülyana xanım Əhmədova Aşıq Ələsgərin Sarıköylə əsərini səsləndirir. Təbiriniz xoş gəlmişsiniz. Bayaq Yusuf mənim də qeyd etdiyi kimi Aşıq Ələsgərin Sarıköynə qoşması haqqında danışdı və mən də istəyirəm ki, icazənizlə bu qoşmanı səsləndirim. Cilvələnib nə qarşımda durubsan, canım sana qurban, ay sarı köynək. Mələksən, çıxıbsan cənnət bağından, heç kim olmaz sənə tay, ay sarı köynək. Doymaq olmaz işvə, qəmzə, nazından, fərə təklik kimi xoş avazından. Yel vurdu, rübəndi atdı üzündən, elə bildim doğdu ay sarı köynək. Gözəlsən, tərifin düşüb mahala, zər kəmər yaraşır daməti dala. Ləb qönçə, dişi inci, yanağın lala, çəkilib qaşların yay, ay sarı köynək. Gərdənə yaraşır qızıl hamayıl, görənin ağlını eyləyib zayıl. Həsrətin çəkənlər olubdu sayıl, yığır qapılardan pay, ay sarı köynək. Tutu dilli, sər boylu salatın, yoxmu mərhəməti bu səltənətin? Göndər gəlsin Ələsgərin xələtin, eyləmə əməyə zay, ay sarı köynək. Eyləmə. Sağ ol. Dədə yazılır. İndi isə icazənizlə çıxış etmək üçün kürsüyə dəvət edirik. Dədə Ələsgər Ocağı İctimai Birliyinin üzvü, tibb bilimləri doktoru, hörmətli Abbas müəllim Bağlıdır. Qubanın havasından tələbələri belə gedir, internet kəsin, adamın ruhunu dəyişir. Elə bir tədbirlərdə arada bir o bir səslər işləmək yaxşıdır. Baxdım burada kirəndə, burada xərtə vardı. Bunların 70'ə yaxın məntəqəsində Qərbi Azərbaycanlar məskunlaşır. Orada saydım təqribən. Niyə məhz Quba, Azərbaycanın daşında, torpağına hamımızın və mənim canım fəd olsun. Bu məmləkətin, yəni cənnət olmayan güşəsi yoxdur. Niyə məhz Quba? Təbiətin yaxınlığı, gözəlliyi, bu dağlar, bax oradakı xüsusi koloritlik, təbii ki bir xüsusi yaxınlıq, psixoloji yaxınlıq göstərisi yaradır. Nəyə görə burada da Göyçə adam, bax Dədə Ələsgəri formalaşdıran həm mühitli, həm bir təbiət hadisəsidir. Çünki Allah Teala onun fitrəti verdi ki, şəlalələrin dilinlə danışır, çiçəklərin dilinlə danışır, dağların, yansın qayaların əzəmətinlə danışır. Eyni mənzərə burada bu təbiətdən yaxınlıq olduğuna görə mən düşünürəm ki, cəmaət daha çox burada məskunlaşmaq üstünlük verir. Bu təbii halı həm psixoloji yaxınlıqdır, həm mənəvi, həm etnik yaxınlıq, din yaxınlıq. Quba rayonu multikultural rayonlarımızdan biridir. Həm də qədim xalçaçılıq sənəti, ticarət. Təsəvvür edin, Qərbi Azərbaycan xalçalar var, hörmətli ramizmən, diqqət edin. Bir qız, atası elçi gəlir, qıza, atası vermir qızı.
Gör, millətin qanunda canlı. Ələsgəri yetirməsin, neynəsin bu millət? Qız ürəyindəki oğluna istək sevgisini ona qoşmaq xalçanın naxışlarına köçür. Deyə bilmir. Xalça bir əsərdir. Yəni, xalçası da danışan bir xalq nətər Ələsgər yetirməz? Ələsgər kimi, Dədə Ələsgər kimi şəxsiyyətlərin dünyaya gəlməsi bizlərin həm maariflənməsi, həm özümüzü təqdim edilməsi üçün böyük bir vəsilədir. Dədə Ələsgər həm örgənidir, yetişir, kamilləşir. Həm də onun haqqında olan çıxışlarımızla özümüzü cəmiyyətə təqdim edirik. Öz intellektual səviyyəmizi göstəririk, tədbirlərimizi barxandırırıq, musiqimizi inkişaf elətdiririk, Ozan aşıq sənəsini inkişaf elətdiririk. Hegel də var, Feyerbax da var, Adam Smith də var, Avropalılar. Amma bizim Ələsgərin olan təsərrüfü, irfanı və qəlbin ən dərin qatlarında duyuq hisslər və doyulan hissləri təsvir eləmək onlarda yoxdur. Təbii ki də yox. Əzəmətli bir xalqın övladı olmaq nə xoş bizim halımıza. Və Dədə Ələsgər haqqında gedən söhbətlərin mənzil çox əhatəli oldu. Çox da xüsusən də Yusuf mənim çıxışı həqiqətən də qəlbə oxşadı. Dədə Ələsgər irsi Qərbi Azərbaycan deyilən bir məmləkətimizin bir zonasını həqiqətən də bir simvoludur. Hörmətli profesör qeyd elədi, dünən hamımız Qarabağlı idi, artıq bugün hamımız Qərbi Azərbaycanlıdır. Buramız qısacaylı bizlərdir. Düzdür mü? Xəfər müəllim. Hörmətli Xəfər müəllim rəhbəri altında ictimai birlikdə olaraq ki, Respublikanın aparıcı qeyri-dövlət institutlarından birinə çevrilib və çox gözəl təmsil edilməş oldu. Bugün də bu ölkəmizin dilbər gülşəsi Qubada olmağımız çox məmnun. Dədə Ələsgərin yaradıcılığını xırdalamakda o artıq vaxtını çox yormuyor. Sadəcə olaraq qoy Dədə Ələsgər kimi onlarımızın işığı bu xalqın daha möhkəm birləşmək üçün qoy bir vəsilə olsun. Canlı işıq istəyər. Bizim işığımız özümüzdəndir, gün aşıq o özündən olduğu kimi. Dədə Ələsgərin varlığı, bax bu bizim bir-birimizə bağlılıq vəsiləmizi artıran bir nümunə kimi daim həmişə yaşasın. Var olasın sizləri və növbəti tədbirlərimiz inşallah ki, Qərbi Azərbaycanımızda keçirmiş olsun. İcazənizlə sözü Azərbaycan Tibb Universitetinin Katedra Müdürü Əməkdar Elm Xadimi Professor Hörmətli İbadullah Əliməşəvini. Bu gözəl məkana gəlməyim, fikirlərimi, ürəyimdə olan duyğularımı düz 51 il bundan qabaqki vaxt aparıb çıxardım. 1975-ci ildə Azərbaycan Tibb Universitetinin, o vaxt Nəriman Nərimanov adına Azərbaycan Dövlət İnstitutunun epidemiologiya katedrasının assistenti, qarşınızdakı bu cavan oğlan elmi iş yazmaq məqsədi ilə Azərbaycanın şimal-şərqinin leptospiroz xəstəlikləri adlı temamla Qubaya üz tutdum. Bu 4 rayonun Quba, Qusar, Xaçmaz, Dəvəçi kənd-bəkənd, qarış-qarış gəzdim. Və dissertasiyamda orada asılan o xəritənin şəkili Qubanın verilib, 4 rayonun. Ona görə mənim üçün bu elə bir gündür ki, girişdə rəhmətli Əlibala doktorla oturub çəkdirdiyimiz şəkillər, o vaxtda yeraltı işləyirdi. Qarman çalan orcayla balaca oğlan idi hələ o vaxtda. Müəyyən vaxt ərzində Baytarlıq İdarəsinin müdiri, Allah rəhmət eləsin, Milliyyətcə Yəhud elə Yaqubov, İlyas İdarən, laboratoriyanın Yaqubov idi və ilk fəaliyyətim başladı Xucqalada. Və indi bir yoldaşa sual verdim ki, Amsar Palasadan Amsara necə gedənlər bu valıya dil çaşdırmada, bu biraz fikirləşim. Dedim, sən fikirlər. Aşıq sənətində belə bir məqam var. Hörmətli Rəşid müəllim, əziz qardaşım, həmişə müəyyən vaxtlarda öz adının səslənməməsini istəyən qardaşım. Amma bugün nə var açıb çökəcəm? Buna mənim yaşım və başım icazə verir. Mən doğulub boya başa çatdığım Sabirabad rayonunun, keçmiş Əlbayramlı rayonunun Cəngən kəndində atam anama görə həmin kənddə yaşamağa başladı.
Lakin atam Əlvara Musudzavudun müdürü idi, hər gün gedib gəlir. Və talih belə gətirdi ki, orada bizim də evimiz yox idi. Qərbi Azərbaycanın Göyçə mahalından köçürlər, 25 ailə həmin kənddə yerləşir. Bax, bu oğlan da həmin mühitdə böyüdü və 3 yaşında deyəsən nəysə oldu, Xəzəl nənəm ortaya çıxartdı. Və Xəzəl nənəmin təkidi ilə mən 5 yaşından məktəbə getməyə başladım. Və bir eşq yarandı məndə, bir həvəs yarandı məndə. Dədəl Əsgər eşqi, Dədəl Əsgər həvəsi, bu poeziya vurğunluğu, istəyim, arzum, əməlim bağlandı bu kişiyə. Bax, bu kişilər kişisinə və başladım əzbərləməyə. İlk dəfə Göyçəyə 8 yaşında getdim, məni Göyçənin Nərmanlı kəndindən olan Hacı Aşıq İslam apardı. Səhv eləmirəm. Və belə fəaliyyətim başladı. Və bu sevgim mənim hələ 1-ci sinifdə oxuyanda və yaxud qızımız saçlarım deyirdi. Dedim ki, dədiyə deyəcəm, o vaxt dedim, Aşıq Ələsgərə deyəcəm ki, sənə şeir yazsın. Pulum olduğuna görə onlara broşka alıb verirdim qızlara ki, saçınıza yaxşı baxın, dədiyə deyəcəm, sizə şeir yazsın. Aşıq İslam da hər dəfə soruşdurdu, deyir ki, aparacam bu dəfə sənin dədəyin yanına. Aparacam sənin dədəyin yanına. Aldadırdı məni, səndə də dədə yox imiş. Günlərin bir günündə atamın xalası qızının həyat yoldaşı olan Aşıq Pənah, Şirvan Aşıq məktəbində belə bir qanuna uyğunluq var. Məclis başlayanda deyirlər, Aşıq Ələsgərin ruhuna bir salavat. Sonra məclis başlayır. Bu deyəndə ki, Aşıq Ələsgərin ruhuna salavat ayıldım. Demək dədə yoxdur. Getdim toyun ortasında köynəyindən yapışdım ki, dədə ölüb, bu baxdı belə cavab verə bilmir bu uşağa. Axırı ki, bildim dədə ölüb. Sonra Aşıq İslamla dava tutdum ki, sən məni aldatmışsan filan. Allah rəhmət eləsin, müəyyən vaxtdan sonra izah elədi. Bilirsiniz, poeziya elə bir vurğunluqdur ki, hər adam ora girişə bilməz. Mən, hörmətli Rəşid müəllim, Tunisdən olan bir nəfər tələbəmiz bizim Azərbaycan dilini öyrənir. Mən hər gün müəllimlərə, kafedranın müəllimlərə və mənim talihim belə gətirib ki, Azərbaycan dili kafedrası mənim müdür olduğum kafedra ilə üzbəyüzdür. Hər gün Azərbaycan dili kafedrası müəllimlərindən də deyirəm ki, kim dədədən bir şeir gəlib mən əzbərdən desə, 10, 15, 20 baxıram da çəkisinə onun. Eləyə biləcək, eləyə bilməyəcək. Eləyə bilməyənləri bildiyim üçün 100-dən, 200-dən başlayıram. Gəlirlər müəyyən vaxtdan sonra. Amma bu Tunisli tələbiyə dedim ki, müəlliməsi də ona bizim dili öyrədən Qubalı qızıdır. Dedim 100 manat verəcəm. Əgər o qəzəli artıq demirəm. 6 sətr növsə şəhər gəldi, qeydi 6 sətr. And olsun, dədər ruhundan sinəmdəki Quran and olsun, 100 manatını verdim ki, işinin ağzına söz çıxıb. Məhdud olmasa da dalı gəlir. O eşitməyənlər üçün də o qəzəli. Bilin bu dəhri dünyada hərə bir növ cəlal istər. Kimi talibdir üzbaya, kimi dünyada mal istər. Kimi sidq ilə könüldən tutub haqqın damənindən. Kimi məddahi mövladı, kimi göyçəyə cəmal istər. Kimi mətləbinə getmiş, edibdir kamil dil arasın. Kimi həsrəti qalıb yara, fələkdən bir macal istər. Kimi qəvvas olub cunmuş, qəhərlə qəri dəryaya. Kimi səyyad olub çıxmış, uca dağdan qəzzal istər. Bu mətləbi qanan çoxdur. Mütəlləq etiqad etməz. Bu əmrə etiqad etmək, dərin mərfət, kamal. Ne yazırsan sən? İftidaki əlif Allah beybirliyə dəlalətdir. Teytəkdir, vahidi yekta, arif və elmə bələddir. Mənim haram alim oldaydı da sənin yanında. Mən sənin yanında ancaq şagirdin şagird. Sim, sabitdir doğru yola, cim ucadır bax cəlala. Hey, mehribandır halal, münkür ondan xəcalətdir. Adama deyirlər, Yusuf mənim, hünərim var yazmından. Aldı deyir, Qoç Balabançım, Şirvan Aşıq məktəbində belə bir təqdir var. Deyəndən sonra istirahət vermək üçün deyir, aldı Qoç Balabançım. İndi aldı Qoç Balabançım, keçdim dalına. Hörmətli Ramiz Qusarçaylı, nə istəyirsən məndən?
Nə demək istəyirsən? Nə istəmirəm, kəşf. Bax, burada mənim göstərəm. Bir neçə gün bundan əvvəl bizim Seyran Vüsaloğlu dədənin yeni variantda şəklini göndərir. Yəqin ki, məndən başqa heç kim onu hələ eləməyib. Amma düz danışmaq var. Bilmirəm, bəlkə. Bax, Rəşid müəllim, kafedrandan başqa foyedə böyük Nizaminin, Füzulinin, Xəqaninin yanında açılıb Dədə Ələsgərin şəkli. Bu bəndənin də kabinetində o güşə, bilirsiniz, telefondan fərri başım çıxmır mənim. Bax, buradadır. Bunun hamısı... Birliklə Voşun dədənin yeni şəkli. Hə, yeni şəkli. O da hazır və 6 dənə şeirim böyüdündə dədənin asılıb. Mən hər gün dədə ilə o söhbətlərimi eləyirəm. Və Nərdivandan qalxan kimi hamısına da demişəm. Əvvəl də deyim, baş ərim keçir. Güldürüm sizi. Otağıma gələnlərə də deyirəm ki, kişiyə baş ərim sonra oturarsınız yanımda. O heykəl mənim kabinetimdir. İndi xoşbəxtliyə baxırsınız, Rəşid müəllim. Onu düzəldən oğlanın həyat yoldaşı mənim işçimdir. Allah olsun. Mənim işçimdir. Ramiz müəllim, əziz qardaşım, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının giriş qapısında ortada yazılıb. Azərbaycan Tibb Universiteti Epidemiologiya və Statistika kafedrası. Solda yazılıb yuxarıda şəkil, Ramiz Qusarçaylı bayraq. Sağda Arif Nihat Asya, Türk bayrağı şeiri asılıb orada. İçəridə Ramiz Qusarçaylı, yuxarısında vətən hər iki tərəfli çəkilir. 1 metr eni, 2 metr uzunu asılıb oradan. Bu oğlan məni giriftar qoydu. Elə düz deyirsiz, nə istəyirsiniz? Nə istəyirsən məndən? İndi hər dəfə də mənə deyir ki, sabah gələcəm, biri gün gələcəm, o biri gün gələcəm, nə bilim, nə vaxt gələcəm. Hələ gəlib çıxmayıb o. İndi amma mən gəlmişəm. Nizam var. Bir sətrində də caizlik yoxdur Ramiz Qusarçaylı'nın. Var olsun Ramiz Qusarçaylı ki, Hacı Qubalı kimi nəhəngi şeiriyyatını davam elətdirir. Ramiz müəllim, ömür insana müftə verilir. Müftə verildiyi üçün sağa sola xərcləyirik bu ömrü biz. Amma sizdən xahiş edirəm. Bu ömrü yaxşı xərcləyinə ki, Rəşid müəllim deyir ki, inşallah Yuvadlı müəllimin 80 illiyində keçirdəcəm. Ona görə qoru bu şəkli. Və mən buradan Əlləf Ramiz müəllim, mən hamıdan bir şey xahiş eləmək istəyirəm, hörmətli Yusuf müəllim. Qeyri-ixtisas sahiblərinin apardığı tədqiqatlara qiymət verir. Belə olublar bir sahə ilə məşqlərin. Sözün qiymətlidir düşünsən dərin. Nə gözəl yaradım misilsiz sərin. Yağıtım mərcanın dündü danəsindən. Ey mənim sədəfim, mərcanım dürdüm. Bağınız, bağçanız solmasın görün. Ömrünə calansın sənətkar ömrüm, qardaşlıq adının dost bərəsindən. Var olun. İbadullah müəllim, mən belə bir tədbirdə təbii ki, sözsüz, sassız tədbiri davam etdirmək mümkün deyil və indi isə icazənizlə bizim Qubamızda aşıq sənətini davam etdirən hörmətli Fariz Qayibovu təqdim edəcəm. Fariz müəllim olduqca Qubalı, Qubada bu sənəti yaşadanlardandır və onun çox istedadlı tələbələri var və Qərbi Azərbaycanla bağlı böyük prosentdə Respublika səviyyələrində Fariz müəllim üçün möhtəşəm çıxışları olmuşdur. Bu Fariz müəllim söz sizdədir.
saldın. Ama salan oxuyur da. Yaxşı olar ki, biraz da oxuyasak da. Bizim dərsimiz olmuyor da. Hə də? Aşırı keçməmiş, sonra keçmişik biz. Vətən sayılmasında tarixi, elmi faktlarla bizlərə bir daha yenidən tanıtdıran görkəmli şairimiz sözü Qazi Sərçavi Təbrizimiz. Bu söz bizə də şey qaldı. Bizdən də istəyir, biz də. Valla. Ruhumuza tanıtır. Dədəni günəş tək aldırdı göyçə. Dədə nə İrandır, nə Turan deyil. Öyrən Ələsgəri, öyrən ölüncə. Öyrən ki, Ələsgər ortağın deyil. Değerli dostlar, əziz qonaqlar, təbii şaşları, hər kəs salamlayıram. Bugün doğrudan da Qubada Göyçə havasıdır. Qubada Dəyər Əsgərin ruhu bugün bizi bir yer yığır. Sazdan, sözdən, belə gözəl ziyalıların içindən, dünyasından boylanır. Bizi həm üst sənəti ilə, üst fəlsəfi düşüncələri ilə, həm irfani duyğuları ilə, yerə göz sığışmayan amalları ilə bizi dədə hara aparır, kilsəyə aparır. Bugün Cənab Prezidentin o möhtəşəm abidəsinin açılışındakı çıxışında o siyasi mesaj verdi. Dedi, biz dədə-baba torpaqlarımızı ziyarət etmək istəyirik, oraya gedəcəyik. Bu, kilsə yolumuzun siyasi tərəfidir. Ancaq mənəvi tərəfini, milli mənəvi varlığını əks etdirən, yaşadan bizi səsləyən, kilsədə bizi gözləyən dədənin ruhudur. O dədə ki, özündə həm Firdovsini, həm Füzulini, həm Hafizi, həm Nəsimini yaşadırdı. Onlardan gəlirdi və onların hamısının nəyi varsa, mənəvi, poetik təfəkkürünü, təxəyyülünü, tərənnüm, təsviri nə varsa hamısını öz içində birləşdirib deyirdi ki, bir sazın var, yox pərdəsi, yox simi. Onu gəlib kim tərpədər, onu çıxar kim tərpədər, Nəsimi. Firdovsi, Füzuli, Hafiz, Nəsimi. Onlar da yazdığı ayə məndədir. Mən bu iki misra üstündə bəlkə də öz şeirlərimin çalarlarına, rənglərindən, dənliklərindən çox dədənin varlığının dənliklərinə, sözün o yerlə göyü yerindən oynadan, o zəlzələləri bizə yaşadan, söz təkanları bizə yaşadan, o sükutunda da, o sözün rəngində də, istəyir dodağı dəsi dəyməsin, dil dönməsin, bütün dünyanın dodağını, dili döndərən poeziyasını axtarmışam. Ki, bu necə yəni? Bu məndədir. Sonra axtardım, nə tapdım? Dədə deyir ki, iftida əlifdən dərsim almışam. Ələst aləmində demişəm, bəli. Həqiqətdə iki gözəl şeymişəm. Birisi Məhəmməd, birisi Əli. Bəs Firdovsi nə deyirdi? Deyirdi ki, Məhəmməd onu çox vəsf edib deyir, bəli. Demişdi ki, Əli olmayaydı əgər, qazanmazdı İslam bunca zəfər. Mənəm elm şəhri, Əlidir qapım, necə mən bu sözlərdə nöqsan tapım. Elə dədənin dediyin deyirdi. Ancaq dədə Firdosinin o Əli qapısını, Məhəmməd dəryasını, Ulu Tanrı dərgahını nə gözəl təsvir edib, deməli, oxumuyub, savadı yoxdur, dərs keçmir, inanmıram. Dədədə övliya savadı var idi, dədədə ilahi savadı var idi.
istəyir gözlə, istəyir fəhmlə, istəyir zənnlə, fərqi yoxdur. Dədə Firdovsa yaxşı oxumuşdu və həm də irfanı bilirdi, dini bilirdi, Quranı bilirdi. Deyir, Füzuli ayə məndədir. Mən düşünmüşəm ki, dədənin bir şeiri var. Deyir, şeirdə bir dənə var. Deyir ki, Ələsgərəm yandım eşq ataşında, gözüm qaldı kirpiyində qaşında, qazdır məzarımı çeşmə başında, sağ sürüsünə yol incimənəm. Mən elə bilirdim ki, bu yol bir bulaq üstündədir, bir gözəlin ayaqlarının altındadır, baxışlarını, yerişini, duruşunu, gözəlliyini yaşadan bir məkandır. Sən demə o deyilmiş, qazdır məzarımı çeşmə başında, bu hansı çeşmə idi? İndi ham deyir ki, Füzuli vəsiyyət edib ki, məni İmam Hüseynin ayaqları altında dəfn edir. Dədə nə deyir? Qazlı məzar çeşmə başında. Dədənin çeşmə başı hara idi? Həm Tanrı idi, həm Məhəmməd idi, həm də Əli idi, həm də İmam Hüseyin idi. Dədənin məzar yeri hara idi? Bütün bu hamısı bir yerdə oradaydı. Deyir, Hafiz mənəm. Hafiz yazır ki, verməsəm mən yolumu, torpağımı dildarına, zahidin hurisinə, qılmanına, cənnətə vermərəm deyirdi. Və dədənin Nəsimi ilə, Nəsimi əqidəsi ilə, Nəsimi məsləki ilə birləşdirər və ondan öyrənib dədənin əqidəsi hansı əqidə idi? Orada səslənir, İrfan əqidəsi idi. Dədənin vergi, Tanrıdan gələn, heç bir aşırıda olmayan, haqq aşırı deyib balacadır, övlad deyib balacadır. Dədə bunların hamısı fövqündə idi. Fövqündə idi. Və dədə nə deyirdi? Nəsiminin məndə sığar iki cahan, mən bu cahanı sığmazam deyən Nəsiminin bir beyti var, deyir, zahidin bir bağlağın kəsdən dönüb haqdan qaçar. Gör bu gerçək şair sərbaş və ağırmaz. Nəsimi deyirdi. İndi Hafizin, Nəsimin dediyi dədə necə, bayaq siz oxunuz qəzəli. Dədə qəzəl oxunuz. Demə zahid, mənəm alim. Oxumam, əmdə Sübhani, sıratdan istəyən keçmək hardikə, Xudadan pəri bal istər. Dədə bütün bunları birləşdirib, ona görə deyirdi ki, Füzuli, Firdovsi, Füzuli, Hafiz, Nəsimi, onlar yazdığı ayə məndədir. Dədə bir şair ki, mənim pir yerimdir, mənim ocaq yerimdir. Dədə Ələsgər bizi görüşəyə aparacaq. Orada İlham mənim çox gözəl izah nədir. Bu Qubanın bu məkanı da bunu sübut edir. Necə? 25'e yaxın millətlər, xallar yaşayıb burada. Yusuf müəllimin təbliğ desək, deyir, bugün hər birimiz qəlbi Azərbaycanlıyıq. Yusuf müəllim deyir, hər birimiz qəlbi Azərbaycanlıyıq. 25 xalqın mübarisi yaşayan bir bölgədə qəlbi Azərbaycanlı olmaq dədənin ruhunun ən böyük ərmağanıdır. Bu boyda xalqlar çələngi, ya xalça deyirdiniz, hər naxışında bir millətin, o qızın sevgi orada rəngləri, çalarları var. Ancaq millətlər çalarları da mənəvi tərəfdən, milli baxımdan, milli kimliyimiz baxımdan çox əhəmiyyətlidir. Buna görə biz əminik ki, dədənin darxan, bizi gözləyən, bizi qınayan, yuxularımıza gələn, yuxularımızı ərşə çəkən o məkana, akilisəyə biz qayıdacağıq. Və sözlü bir bənd, bayraq şeirini bitirim, bir bənd, son bəndiyim. Həmişə deyirdim ki, yazırdım ki, sənsən azadlıq eşqin, sənsən hür deyəcəyəm. Ən son nəfəsində də sənə şeir deyəcəyəm. Şeirsən qolmusan, İrəvanda qonduğun üç məzzin başına, Təbrizdə sən qonduğun aynalının başına, Dəlbətdə sən qonduğun narınqala qaşına, Akilsədə qonduğun daşa pir deyəcəyəm. Çəkəcəyəm gözümə kölgən düşən torpağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Şad olsun, hər kəsə can sağlığı arzusu bu günləri görək.
Sağ olun. Qaytar özümüz özümüzə. Ustad Aşır Ələskərə həsr etdiyi Ələskər şeirini biz Elşad Bayramov adına Alpan Tanrıta məktəbinin şagirdinin mühasibəsində dinləyəcəyik və onu da qeyd etmək istəyirəm ki, bugün həmin məktəbin direktoru hörmətli Mifari xanım İstəmova da buradadır və inanın şagirdlərlə o qədər məsuliyyət yanaşır ki, əvvəlcədən video çarxlarını hazırlayıb, dəfələrlə Ramik müəllimə göndərir ki, yəni baxın, doğru çıxış edirlər. Təşəkkür edirəm Mifari xanım. Mən təşəkkür edirəm ki, bu möhtəşəm tədbirləri dəvət edirsiniz. Belə xüsusi zövq verdi müəllimlərin çıxışları. Hər birinizə can sağlığı arzulayıram. Mənim üçün gözəl, möhtəşəm bir özüm ədəbiyyat müəllimi olduğuma görə bir dərs oldu mənim üçün. Və o demək istəyirəm ki, sizin çıxışlarınızdan irəli gələrək onu bildirmək istəyirəm ki, Dədə Ələskər özü öz şeirində sizi dinləyə-dinləyə yazma düşdü qoşması var çərşəmbə günündə çeşmə başında. Dədə Ələskər özü deyir ki, Ələskərəm hər elimdən xaliyəm. Yəni özü özünə, öz şeirində də, özünə də qiymət verib. Allah rəhmət eləsin. Yəni bizim belə şairlərimiz, belə şəxsiyyətlərimiz var. Qurur duyuruq, qurur duymalı Azərbaycanlıyıq. Nə sözdür, nə də aşıqdır, nə mağar, nə düyün, nə yaraşıqdır. Allahın taxtından gələn işıqdır, işığın taxtında şahdır Ələskər. Hər beyti ayədir, hər sözü kəlam, açması önündə, dilsizəm, lalam. Sənətdə Peyğəmbər əleyhissalam, dəryada tufandır, Nuhdur Ələskər. Yerin pərdəsidir, gölün simləri, əritdi canında çox tilsimləri. Dolaşır ilahi mərasimləri, kükrəyən, çağlayan ruhdur Ələskər. Sehri çox mələklər ötər eşkinin, Arazda, Samurda itər eşkinin. O taylı, bu taylı vətən eşkinin, Göyçə dodağında ahdır Ələskər. Kitablar bağlanıb hür savaşından, zirvələr dizindən, bulud qaşından, adına pirtikin məhəq daşından. Saf ağdır, od ərdir, bağdır Ələskər. Allahın taxtından gələn işıqdır, işığın taxtında şahdır Ələskər. İştirakçılarımı salamlayıram, qonaqlarımıza xoş gəlmişsiniz deyirəm. Çıxışlar o qədər gözəl, ətraflı danışdılar ki, mən demək olar ki, söz qalmadı. Amma hər insanın bir dünyaya, bir yaradıcılığa öz baxışı var. Mən də Eyvaz müəllimin baxışından Dədə Ələskər yaradıcılığa bir baxışı deyəcəm. Birdən dilim döndü, Dədə Qorqud dedim. Aslında Dədə Qorqud, bugünkü Ələskər adı o dövrün Dədə Qorqududur. O mənada da bəlkə də çox böyük səhv eləməmişəm. Amma bu yanaşmam bundan ibarətdir ki, Dədə Ələskərin yaradıcılığı bir simvoldur. Nəyin simvoludur? Birincisi, onun heç bir təsiri olmadığı halda Allahın verdiyi böyük vergi ilə Azərbaycan vətənində bir nömrəli aşıq olmağı bacarır. Bir balaca belə paralel aparsaq, Amerikanın prezidenti Abraham Lincoln cəmi bir il məktəb oxuyub, sonra məktəb oxuya bilməyib. Amma öz istedadı, öz çalışmaları sayəsində o boyda dövlətin başçısı ola bilir. Deməli, bu bir növ istedadı ilə yüksəlmənin bir simvolu kimi ola bilər. Azərbaycan aşıq ədəbiyyatı zəngindir. Hələ Dədə Qorquddan da başlayırıq. Biraz son dövrlərə gəlsək, konkretləşdirsək, Sarı aşıqdır, Xəstə Qasımdır, Abbas Farğanlıdır. Düzdür, aşıq sənəti vardır. Amma onun bir sənət kimi bütün şəkildə, bir belə monolit şəkildə ortaya çıxaran bəlkə də Aşıq Ələskərdir. Buna görə də Aşıq Ələskər yaradıcılığı məhz aşıq şeirinin simvolu kimi qəbul oluna bilər.
Və növbəti bir simvol olaraq Aşıq Ələsgər Azərbaycanda, deməli, poeziyada əks olunan Azərbaycan əxlaqının simvoludur. Bunu bir də təkrarlayacağım. Poeziyada əks olunan Azərbaycan əxlaqının, Azərbaycan mentalitetinin simvolu kimi çıxış edə bilər. Fikrimi biraz əsaslandırmaq üçün ümumi liderimiz Heydər Əliyevin sözlərindən çıxış edəcəm. Heydər Əliyev vurğulayır ki, Aşıq Ələsgər öz yaradıcılığı ilə Azərbaycan xalqının mənəviyyatını, gözəllik anlayışını və vətənpərvərliyini dünyaya tanıdır. Bax o mənada. Başqa bir fikirdə hörmətli prezidentimiz Cənab İlham Əliyev Aşıq Ələsgərin Bakıdakı heykəlinin açılışı zamanı nitqindən bir parçanı deyəcəyəm. Bugün bu tədbirdə iştirak edən yoldaşlar Aşıq Ələsgərin fəaliyyəti və yaradıcılığı haqqında danışacaqlar. Sadəcə olaraq onu demək istəyirəm ki, onun yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutur. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Çünki tövsiyə edən, baxın, həm də xalqın dərdinə qalan, xalqına qaxmar çıxan, gəzir havalı ağalar bəylər, çalışır qan tərdə naxırsın ökər. Müxtəsərim deyir Aşıq Ələsgər, Kolxanın katdanın zatı çıxır. Yəni bu xalqın dərdini çəkən bir adam. Yaxud da ki, insanda ən gözəl görmək istədiyi keyfiyyətləri, ağsaqqal kimi bunları tövsiyə edir. Haqq sözə gərəkdir, düz qiymət olsun. Qiyməti verəndə mərifət olsun. İnsanda insanlıq, sədaqət olsun. Ne eləyərəm ki, cahcavallı var imiş. Yaxud da ki, aşıq olub tərk ediyar olanın əzəl başdan, yaxud da başda pür kamalı gərəkdir. Oturub durmağın bilə, oturub durmaqda ədəbin bilə mərifət edimindən dolu gərəkdir. Yəni, başdan ayağa mərifətdir. Can deməklə candan can əksik olmaz. Məhəbbət artırar, mehriban eylər. Kör deyənin nəfi nədir dünyada? Abad könül yıxar, pərişan eylər. Bugün biz acı dillikdən şikayətləndirik. Dilimizin seyirli sözləri var, gözəl sözləri var, ətirli sözləri var. Bu sözlər Aşıq Ələsgərin yaradıcılığında oturub, həm də nəsihə şəklində oturub. Və bu dünyada üç şey başa bəladır. Yaman oğul, yaman arvad, yaman at. İstəyirsən qutarasan əlindən, birin boşluğa, birin boşa, birin sağ. Başdan ayağa öyüd. Asıb kesmə yoxursu yox ha. Yəni qarşıya yox. Duxum çatmaz Sonra Aşıq Ələsgərin ən gözəl xüsusiyyətlərindən də biri budur ki, deməli, gözəl adla bu dünya sağ olsunlar, çıxış edənlər, natiqlərimiz gözəl ifadə edərlər. Aşıq Ələsgər, Dədə Ələsgər həm də Allahına inanan, Allahının dediyi qaydalarla yaşayan insan idi və bu dünyanı imtihan dünyası hesab edirdi və bu dünyada biz yaxşı ad qoyub getməli idirdi. Təkcə buna nəsiyyət eləmirdi. Eyni zamanda bunun yolunu göstərirdi. Gəlin bir yola baxaq. Dədə Ələsgər yaxşı ad qoyub bu imtihanı, bu dünyadakı imtihanı uğurla keçib, o bir dünyaya getməyin sırrını göstərdi kiçik bir bətdə. Yaxşı hörmət ilə, təmiz ad ilə mən dolandım bu Qafqazın elini. Pirə ata dedim, cavana qardaş, ana bacı bildim qızı gəlini. Sirlərdən biri budur. Yəni, böyüyə hörmətlə yaşayacaqsan, yəni, ədəbət kəmini gözləyəcəksən. Bu dünyada, bir də ki, onun əksi ola bilər, bu qaydaya əməl eləməyən adam, namərd olar, filan olar, adım bəddam edər. Bu dünyada mən təcrübə elədim, namərd körpü salsa onda ad olmaz. Bir mərd ilə ağı yesən şirindir, namərd ilə şəkər yesən, da olmaz. Bir də dini fəlsəfi şeyləri, səndə sağ olsunlar, geniş ölçüdə verdilər, amma mən də bir fikrimi bildireyim. Bu dünya haqqında bəzən imarətlər tikən, bəzən nəfsə aldanıb xalqın, dövlətin malını oğurlayanlar elə bilirlər ki, bu dünya belə qalacaq. Amma Dədəm Ələsgərdə o dövrdə deyir ki, aldanma da bu işlərə. Yəni, baxaq nə deyir? Qafil dedim, bu nə yoldu tutubsan, sərf edirsən, nə kamaldır dünyada. Dövlətə güvənib gül tək açılma, çox sənin tək güllər soldu dünyada.
Baxın, qısa bir bənddə böyük bir fəlsəfə danışmaq olar, kitablardan danışmaq olar. Bir də ki, hesabat günündə kitabı sağ əlindən verilənlər var, sol əlində. Yəni, çox gözəl ustalıqla məsələlər burada ifadə olunur və Aşıq Ələsgər həm də gözü tox insan simvoludur. Özü də boş vaxtlarında oxuduğumuzdan, bildiklərimizdən boş vaxtlarında əkib becərərmiş, el məclislərinə gedərmiş, qalan vaxtı da alın tərindən dolan adam imiş. Yəni gözü tox insandır. Mən Allahdan istəmirəm çox dövlətim, malım ola. Bir balaca güzaranım dolanmağa halım ola. 1000 batman zərim olunca bir miskal kamalım ola. Ağıl istəyir. Biraz Molla Pənah Vaqifin sözünə oxşayır. Deyir ki, öyünmə ki, Vaqif kamalımız var, Allaha şükür ki, kamal yoxdur, bir şeiri var onun. Sanki onun bir adıdır. Və nəhayət Aşıq Ələsgərin şeirdə yeni janrlar gətirib, onun dodaqda inazlarından danışdıq. Bu poem samitləri bir-birinə deyir. O yeni bir formalara bu samitlərin istifadə olunmadığı formadan istifadə edir. Yəni sözlərdən istifadə edir. Qışda dağlar ağ geynər, yaz qara. Sağ əlinlə ağ kağıza yaz qara. Əsər yerlər, qəhr eləyər yaz qara. Daşar çaylar, gələr daşlar çata-çat. Dodaqlar bir-birinə dəymədi. Yəni o da bir böyük istədadır. O da bir böyük. Biz icazənizi yenidən sözü şeiri vermək istəyirik. Eşrəf Bayramov adına Alpay Şəntanov məktəbinin şagirdi bizim üçün Aşıq Ələsgərin dillər ezbəri olan Dağlar əsərimiz oxuyacağam. Gözəl Dağlar şeiri. İndi isə başlayıram. Bahar fəsli yaz ayları gələndə süsənli, sümbüllü, lalalı dağlar, yoxsulu, ərbabı, şahı, gədanı, tutmaz bir-birindən aralı dağlar, xəstə üçün təpəsində qar olur, hər cür çiçək açır, laləzar olur, çeşməsində abı həyat car olur, dağıdır möhləti, məlalı dağlar. Yazın bir ayıdır, çox yaxşı çağın, kəsilməz çeşməndən gözəl yığnağın, axtarma, motalın, yağın, qaymağın, zəmbur çiçəyindən balalı dağlar. Yayın əvvəlindən dönürsən xana, son ayda bənzərsən yetkin bostana. Gahdan payızın zəhmət söz verəcək. Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban xanım alışmamış çıxışdı. Mən özüm təkid elədim ki, mənə söz versinlər. Deməli, gözəl alimlərdən sonra, gözəl tədqiqatçılardan sonra söz demək çətindir. Mən hüquqşünas olmağıma baxmayaraq, ata tərəfim Qərbi Azərbaycan Naxçıvan, ana tərəfim də İbrahim xanın nəslindən Xan qızı Natavanın nəvəsidir nənəm. Yəni, sırf türk nəsillərinin birləşməyi və bu, o deyir, əsl türk qanı birləşir və burada türkün sözü önə çıxır və hər zaman da mənə deyirlər ki, Mehriban xanım, sizin bu danışığınız genlər danışır. Mən burada şeir demək istəyirəm, təhlil eləməyə ehtiyac yoxdur, mənim buna hüququm da çatmaz, çünki mənim ixtisasım deyil. Mən Dağlar şeirini demək istəyirdim, Dağlar şeirini gözəl qızımız dedi, ona görə mən şeiri çərşənbə günündə şeirini deyəcəyəm. Çərşənbə günündə çeşmə başında, gözüm bir ala göz xanıma düşdü. Atdı müjgan oxun keçdi sinəmdən, cadu qəmzələri qanıma düşdü. İşarət eylədim, dərdimi bildi. Gördüm həm gözəldir, həm əhli dildir. Gözündən oxşadı, üzündən güldü, güləndə qadası canıma düşdü. Ələsgərəm, hər elimdən halıyam. Gözəl, sən təbibsən, mən yaralıyam. Dedi nişanlıyam. Dedi nişanlıyam, özgə malıyam. Sındı qolqanadım, yanıma düşdü. Bir dənə sözü vurğulamaq istəyirəm ki, burada Dədə Ələsgərin qeyrətinə baxın ki, dedi nişanlıyam, özgə malıyam. Artıq o qıza, o xanıma üzün tutmadı və yolunu davam elədi. Allah ruhunu şad eləsin, yeri məkanı cənnət olsun. Nə qədər Dədə Ələsgərin adı gəlirsə, nə qədər xalqımız, millətimiz, nəsillər Dədə Ələsgərin adını çəkirsə, Dədə Ələsgər o qədər yaşayacaq. Allah rəhmət eləsin. Təşəkkür edirik, hörmətli tədbir iştirakçıları. İlham müəllim ilk açılışı da sizin nitqinizdə etmişdi. Əgər sözünüz varsa, artıq tədbirin sonuna yaxınlaşırıq. İştirakçıların hamısına öz təşəkkürümü bildirirəm.
Efendim size de sizin komandaya da Yusuf müəllim size sizin komandaya öz teşekkürünü bildirirəm. Çok sağ olun, hamıza teşekkür ediyorum. Böyle məclisləri biz tez-tez yayınlayacağıq. Çünki məqsəd Quba nümayəndəliyi mədəni maarifləndirmə mərkəzinə çevirmək. İstiqamətdə də müəyyən işlər görəcək. Bu demək olar ki, birinci addımımızdır bu istiqamətdə. Ona görə hamınıza teşekkür edirəm. Çok sağ olun bununla. Sağ olun. Sağ olun. Sağ olun. Bir dəqiqə əlavə. Şagirdlərimizin dillər ezbərdir. Vətən poeması da vətənpərvərliklə bağlı tədbirlərimiz oldu. Oradan hissə isə şagirdlərə veririk ki, əzbərləsinlər, o tədbirlərdə ifa etsinlər və tövsiyəmizə görə təşəkkür edirəm. Davamında olar. Çox sağ olun. Sağ olun. Allah sizə eləsin. Yusuf müəllim, minnətdaram. Və bizlə gələn burada iki xanım da var, adları çəkilmədi. Behin xanım, Şəhla xanım, təşəkkür edirəm. Bunlar bizim ictimai birliyin üzvləridir. Bizi tək qoymadılar. Və təbii ki, Rəşid müəllim sağ olsun, o böyle yolu sağ olun, təşəkkür edirəm. Və Fatıma xanım, Badman müəllim, minnətdaram. Yəni biz ictimai təşkilatın bir qismidir. Təbii ki, biraz vaxt elə oldu ki, bu saatda hamı vaxt bilmədi. Təbii ki, moderatorumuza təşəkkür edirəm, Gözəl xanım. Mən sizə Yusuf müəllim dediyi kimi hansısa bir formada yaxşı bir... Mən onu ilə salmasaydım özüm ilə çıxdım. Yox, sən... İdarə heyətimiz Yəni siz təqdim edərsiniz inşallah. Bir daha hər birinizə təşəkkür edirəm. Dədə Ələsgər olsun, sizlərdən olsun. O gözəl balalarımıza da gələndə bir nəysə bir xırda bir təşəkkürnamə də olaraq təqdim edərik. Sağ olun, var olun.